Belə çıxır ki, siz hər şeyi bilirsiniz. Bəli. Bir astroloqun əlində əgər bir insanın doğum xəritəsi varsa, o insan heç nə danışmadan onun həyatını, yaşadıklarını, daxili dünyasını, hər bir şeyi bir astroloq artıq bilə bilir. Özümü biraz müdafiəsiz hissetdim və oğlaqlığım tutdu ki, əslində görəsən nə deyəcək, nə verəcək, nə sual verəcək, amma bura çox rahatdır. Mən buranı sevdim. Xoşuma gəldi. Merkuri retrosuna qapılmadan suallara keçə bilərik. Bəli. Bu arada adı çox maraqlıdır. Bəli, Merkuri retrosu astrologiyada keçmiş Merkuri ünsiyyət, kommunikasiya planetidir və biz Merkuri retro eləyən zamanlarda biraz biz enerji olaraq dayanırıq əslində, fikirlərimizi toparlayırıq, biraz keçmişə gedirik. Keçmişdə yarım qalmış işlər varsa, yarım qalmış, tamamlanmamış duyğularımız, keçmişlə bağlantılı bütün məsələlərimizi həll eləməyə çalışırıq o dönəmdə.